prosesi getməlidir. Vilayətə bağlılar qaldısa, hamısı haqq cəbhəsində vəssalam batil məhv oldu. Çünki onun haqqın içində söykənəcəyi var, onun hesabına mövcuddur. Bugün haqqın daxilində olan, vilayətə özünü mənsub bilən, amma vilayətə bağlı olmayanlar, onların əli ilə onlar mövcudluğunu saxlayırlar. Onların mövcudluğu mümkünsüz bir şeydir. Bu Quran məntiqidir. Yəni, onlar, bu olmazsa ona görə proseslərin həmişə deyirəm, epicentri dini camiyyədir, vilayətə bağlıların camiyyəsidir. Həmişə diqqətiniz bunda olsun ki, hər şey burada həll olacaq. Bütün bəşəriyyətin tarixi bunun daxilində həll olacaq. Burada baş verən, burada xalisləşmə gedəcək. O bütün düşmən bir sözü nə üçün Allah onu saxlayıb, Allahın əlində onu aradan aparmaq. Əslində bu prosesə təkan vermək üçün, bu saflaşma prosesində o rol oynayır, o ikinci dərəcəlidir. Nə boyda qüdrətli dövrlər təsəvvür edirsiniz, onlar hamısı hörümçək toru deyir Quran olaraq. Bu mübaliğə deyil. Yəni bu hörümçək toru ona görə ki, onun heç bir qüdrəti, o mövcudluğunu saxlayır haqq cəbhəsində olan zəiflərin hesabına ki, bu ələnmə prosesi baş verəcək və tarixin də aparıcı xətti istiqaməti budur və heç bir zamanda da təəssüflər olsun ki, vilayət lazımı səviyyədə tanınmayıb, Peyğəmbər özü çox qərib olub insanlar içində. Özü buyurur ki, ma uziyə nəbiyyum mislü ma uzid. Heç bir Peyğəmbər mənim qədər əziyyət çəkmədi. Heç bir Peyğəmbər mənim qədər əziyyət çəkmədi. Və iş belə gəlib çatırdı ki, Peyğəmbər özü çox sözləri cəmaata deyə bilmirdi. Bir dənə bir misal deyim. Misaldan qabaq bunu deyim ki, ümumiyyətlə Peyğəmbərin bir sıra sözlər ki, əmrlər vardı, onları deməliydi, deyə bilmirdi. Nə üçün deyə bilmirdi? Ona görə deyə bilmirdi ki, cəmiyyət onu qəbul eləməyəcək. Buna görə deyə bilmirdi. Qorxurdu. Qorxurdu ki, təməlləri sarsılar cəmiyyət. Təməlləri qorxurdu sarsılar. Həzm edə bilmirdi cəmiyyət. Mən kuntu mövla fəhazə aliyyum mövla. Bunu deyənə qədər Peyğəmbər o qədər tərəddüd elədi. O qədər tərəddüd elədi ki, Allah ayə nazil elədi ki, bəlliğ ma unzilə iləykə min Rabbik. Maraqlısı bir söz nədədir? Maraqlısı budur ki, bu ayə Qurana daxil oldu. Buna əmr gələ bilərdi. Cəbrail nazil ola bilər ki, Peyğəmbər bunu denən, bunu bəyan eləmək istəyir Peyğəmbərin vəziyyətini. Ki, bu ayə olsun Quranda. Bəlliğ mə unzilə iləykə min Rabbik və in ləm təfəl fəmə bəlləxtə risalətəhu. Bunu etməsən, Peyğəmbərli işini yerinə yetirməmsən. Və dalıca ayəyə bax, vallah yəsimukə minən nas. Allah səni qoruyacaq. Görün, nə qədər tərəddüdü var idi, qorxusu var idi ki, söz yerə düşmək məsələsi yox. Ondan çəkinirdi ki, etiraz bu hətta çatsın ki, qurduğu bina məhv olsun, qurduğu bina tamamilə aradan getsin. Və sübut olundu ki, Peyğəmbəri o cəmiyyət qəbul eləmirdi. Mən həmişə Qədirxumda dedim, biz cümlənin birinci hissəsinə fikir vermirik. Mən kuntu mövla. Peyğəmbər rəhbərlik elədiyi cəmiyyətə deyir, kimin mövlası mənəm, Əli onun mövlasıdır. Əlini mövlalığa qəbul eləməyən cəmiyyət bununla bəlli etdi ki, Peyğəmbəri qəbul etməmişdi. Peyğəmbərin vilayətini qəbul etməmişdi və salam. Peyğəmbər öz vilayətini, öz yaşadığı cəmiyyətdə bərqərar edə bilməmişdi. Və addım başa etiraz edirdilər. Addım başa etiraz edirdilər. Biz o həyatını biz təhlil eləyək, gedirdi Abdullah ibn Übəyə namaz qıldı. Oğlu gəldi, dedi ki, o münafiqdir də, atam xəstədir, getdi onun ziyarətinə. Dedi ki, dua eləyin, atamı Allah bağışlasın, əlini qaldı ki, bunu bağışla. Öldü, dedi, meyit namazını qıldı. Biri gəldi, o birini də tanıyırsınız, o biri başımıza oynatışıqlar bizim. Gəldi, Peyğəmbərin əbasını çəkdi. Sən münafiqə namaz qılırsan. Quran demir ki, sən onlar üçün istiğfar etsən də etməsən də Allah onları bağışlamaz. Quran deyir ki, sən ona bağışlanmaq istəsən də istəməsən də Allah onu bağışlamaz. Yəni münafiqləri. Peyğəmbər deyir ki, Allah mənə deyib Quranda ki, onlar üçün bağışlanmaq istəməm. Mən istəyim, o bağışlamaz. Oğludur, xahiş eləyib. Yəni bunu izah eləməyə məcbur olur. Hüdeybiyəni bilirsiniz, bəzi şeyləri danışmaq olmur onların. Axır nəfəsinə qədər, görürsən, baxış bucağını dəyişəndə, baxın görün də. İndi belə baxaq da tarixə. Axır nəfəsinə qədər, hey vilayət dedi, sözü də yerə düşdü. Axır o yerə çatdı ki, bu kişi sayıqlayır. Bunu yadda saxlayın. Ona görə Əhl-i Beytin hamısı deyib ki, heç birimiz Peyğəmbər qədər məzlum deyildi. Baxırsan, zahirən Kərbəla böyük müsibətdir. Amma burada
proses içdə gedir, mənəvi istirab çəkirdi Peyğəmbər. Onun ürəyinin ahları idi, Kərbəla şəklində təzahür elədi. Oxlar həmin o formada mövzu ərəfəsində bu sözləri ilə danışmaq da yerinə düşür. Peyğəmbər axır dəqiqəsinə qədər o məzlumiyyətin içində idi və Əhl-i Beyt də bunu başa düşürdü təbii ki və çatdırırdı ki, bizim məzlumiyyətimiz heç nədir onun yanında. Həm də gizli məzlumiyyət idi ki, bugün hələ danışmaq olmur. Bugün İslam ümməti 1 milyarddan artıq sayı olan İslam ümməti hesab edir ki, Peyğəmbər öz haqqına çatdı. Çoxuna get hansı ölkədə danışır, nə olmuş ki Peyğəmbərə? Elə qurduğun qurdu, götdü dünyasını dəyişdi və salam. Nə baş verdi? Bugün hələ İslam, onun ardıcılı sayılanlar bilmir ki, onun qəlbində nələr olub, hansı hisslərlə yaşayıb və nə çətinliklər çəkib. Yəni, bu məzlumiyyətin elə ən ali forması. Mən burada oturub sizin aranızda ürəyim istəyəni danışa bilmirəm, çünki gəlir İslam vəhdətinə xələl toxundurur. Bir çox məsələlər olur ki, onlara toxunmaq olmaz. Bilirsiniz, bəzi nadanlar başa düşmür, bunu mənim özümün müdafiəm kimi başa düşməyin. Özünüz də bilirsiniz, axır günlərdə hansı proseslər gedir. O insanlar o qədər nadandır ki, başa düşmür ki, haqqın çətinliyi bundadır ki, bir haqqı çatdırasan və bəzi məsləhətlərə riayət edəsən. İçində bax, necə Peyğəmbər içində qəmi çəkirdi. Biz də, yoxsa elə oturaq, hər nə gəldi danışaq deyə biz din təbliğ. Axı, bilirsən ki, din belə qabağa getməz. Din bu qədər səthi məsələ deyil ki, elə fikrində olan hər şey deyil. Hünər bundadır ki, nələrsə riayət edərək, bu yandan haqqı çatdırmalısan, bu yandan da nəyəsə riayət etməlisən. Bax, o məzlumiyyətdən bir zərrəsini biz də çəkək. Yəni, qayda belədir. Bunlar dinin işini də gətiriblər belə o bir məktəblər kimi. Heç nəyə riayət eləmədən, nə istəyən danış, denən, mən dinə görə xanım Zəhra belə gəldi, Həzrət Əli belə getdi. Bu insanlar anlamır ki, xanım Zəhranın, Həzrət Əlinin düşüncəsini dünyaya tanıtdırmaq üçün bir çox şeylərə sən dözməlisən, içində çəkməlisən. Söz gəlib bura dayanmalıdır, danışmamalısan. Sənin böyüklərin getdiyi yol bundan ibarətdir. Yəni, zahirpərəstlik gəlib o səviyyəyə, o həddə çatıb. 12 nəfər Peyğəmbərə terror eləmək istəyir, öldürmək istəyir. Bilirsiniz, Təbuk döyüşündən qaydanda. Allah adlarını göndərir Peyğəmbərə. Hüzeyfə deyir Peyğəmbərə ki, ya Rasulallah, bunları edam etmək lazımdır. İstənilən, hətta dövlətlərin də qanununda bunlar ya edam olunur, ya ömürlük cəza alır, yəni suiqəst hazırlayırlar. Peyğəmbər deyir, yox, nə adlarını bəyan eləyən, nə də ki, heç bir cəza verməyək. Hüzeyfə dayanır, Mədinəyə qayıdırlar, deyir, yəqin indi şərait yarandı, artıq öz şəhərimizdəyik. Edam edək, deyir, yox. Niyə görə? Deyir, qorxuram ki, cəmaat deyəcək ki, öz tərəfdarlarını edam edir. Cəmaat deyəcək, bu da başqaları kimi qüdrətə çatdı, qüdrətə kim ki bunu çatdırdı, onların indi başını yiyir. Siz deyərsiniz ki, Peyğəmbər niyə görə cəmaata riayət edir, cəmaat nə deyirsin? Cəmaat deyir, cəmaat deməyin fəsadı bu olacaq ki, onun cəmiyyətin təməli sarsılacaq. Cəmaat demək bir var, mənə nəsə deyir, Peyğəmbər cəmaatın sözünə görə, amma Peyğəmbər görür ki, bu cəmaat deyir, bu hətta gəlib çatacaq ki, qurduğu düzən aradan gedəcək, qurduğu düzənin təməlləri sarsılacaq. Ona görə də deyir ki, bu şeyi icra edə bilmərəm və bundan imtina edir. Bundan məcbur olur ki, imtina eləsin. Yəni, bu böyük bir faciədir. Həqiqətən də Peyğəmbər tarixinin ən böyük faciəsidir. İmam Zaman fərqli davranır. Mən oxumuşam ki, 2 dəfə ən yaxın adamlarını edam edəcək. 2 dəfə. Edam etdirəcək, sərbəst. Yəni, bəşəriyyət o günə gəlib çatmalıdır ki, Allah vəlisi sərbəst davrana bilsin. Bir dəfə başa düşsün ki, bu insan mənim üçün yaşayır. Allahın seçdiyidir və hər nə varsa mənim üçün eləyir. Bunu bir dəfə anlayandan sonra əl-qolu açılsın, cəmiyyət elə bir fürsət yaratsın ki, Allah vəlisi qolunu çırmələsin, girişsin hidayət işinə. Və bu düzəni formalaşdırmaqdır dinin məqsədi ki, buna hələ indiyə qədər nail ola bilməyiblər. Bir dənə də misal deyim, sözümü tamamlayayım. İstər-istəməz Kərbəlaya da hər yerdə söz gəlir, çatır. Süleyman ibn Sürət adını eşitmişsiniz. Gəlir İmam Həsən əleyhissalamın dövründə İmam Hüseynə deyir ki, o qiyam eləmir, sən qiyam elə. Yox. Bu bilirsiniz, Əhl-i Beyt tərəfdarlarından misal çəkirəm, sizə başqalarından yox. Deyirsən, qalx, deyirsən, başa düşmürsən ki, imamdır, o mənim imamımdır. Sən imamətə bağlanmamısan, sən cihad aşiqisən, cihad istəyirsən. Sən imamət başa düşmürsənsə, bu adam mənim imamımdır, sənin imamın olduğu kimi. Mən necə ondan qabağa keçə bilərəm?
qalır belə gedir İmam Həsən deyir, ey ya müzilləl müminin, ey möminləri zəlil eləyən, getdin sülh imzaladın falan elədin. İmam Həsən də bunlara qalır, nə desin, Vəli bu dərəcədə məzlum idi, öz tərəfdarları içində. Bu şey deyir, ondan sonra İmam Həsən şəhid olur, yenə gəlir İmam Hüseynin yanına. Deyir ki, qalx qiyam elə də, daha İmam Həsən yoxdur. Deyir, axı İmam Həsən yoxdur, şərait həmin şəraitdir. İmaməti başa düş, imamət. İmam Həsən yoxdur, yenə də şərait həmindir. O necə sülhdəydim, mən də Muaviyə ilə sülhdəyəm və bu şərait dəyişməyibsə, mən də yolumu dəyişməyəcəm. Sonra Yezid gəlir, hakim olur. Yezid hakim olanda birinci məktub yazanlardan yenə də Süleyman ibn Sürət Xuzai ki, məktub ki, yaxşı indi gəl, imam deyir, yaxşı indi gəlim. Gəlməmişdən qabaq da adamımı göndərim, naibimi göndərim. Gəlir, əvvəl ona dəstək verir, sonra indi deyirlər, yaxşı gedək Kərbəla, deyir, hə, getmək lazım. Deyirlər, gedək, deyir, hə, getmək lazım. Kərbəlada Süleyman yoxdur. Bu ki, bütün günü deyər, başımıza aparırdı ki, ona hörmət edir, tarixi şəxsiyyətdir, Allah rəhmət eləsin. Amma əl çəkmirdi ki, gəl, indi də məqamında yoxdur bu. Niyə yoxdur, mən bilmirəm. Elə hey deyirdi ki, hə, getmək lazım, hə, gedək, başa düşmürəm, nə baş verdi. Gedək, dur, getdə bu 100 dəfə gedək deməkdənsə. Ondan sonra İmam Hüseyin şəhid olur, sonra gedir Təvvabın qiyamını rəhbərlik edir və orada şəhadətə çatır, öldürülür. Yəni, mən yaxşılardan misal çəkdim. Bir dənədən siz götürün vəziyyəti. İmamların hamısının vəziyyətini, fürsət olmayacaq mən bunları hamısını sizə izah edeyim. Özünüz tarixi oxuyun. Dünən mən baxıb İmam Sadiqin o Əbu Müslim Xorasaninin hadisəsi falan. Yəni, bunlar hamısı onu göstərir ki, imamların getdiyi yolun aliliyini və onların başa düşülməməsini, vilayət mövzusunun həmişə cəmiyyətdə qərib olmasını. Bu dərslərdən bunu nəticəni əldə edə bilsək və tətbiq edə bilsək çox yaxşı olur. Ona görə deyirəm ki, bu həyat dərsi olsun bizim üçün, sırf bir fənn olaraq bunu keçmək istəmirəm. Bu mənim üçün fürsətdir, bəzi ürəyimdə olan sözlərdir sizlərə. Çatdırım lazım bildiyim məsələlərdə sizə burada daha sərbəst şəkildə çatdırım ki, gələcəkdə də bizə inşallah faydası ola bilər. Gələn günlərdə də vilayət mövzusunu bir qədər də açıqlayarıq. Sizə söz verirəm ki, orada maraqlı, incə məqamlar var ki, o məsələlərə də inşallah toxunacaq.